Hə. Başlayırıq indi başa düşmədikləriniz fiqurların sahəsindən sualların izahına. Belə sən 150-yə qədər yazanda nə biləcəksən 150-dən sonra nəyə başa düşməlisən? Görürsən, iş orasındadır da. Amma sən oturub bir baxsaydın o suallara, bilərdin ki, məsələn, mən 150 neçəni başa düşməliyim, 160 neçəni başa düşməliyim. Yalandan sual atmaqla deyil axı. İndi məsələn Süleyman yazıb. Tam, bilirəm ki, 200 neçəyə qədər gedmişsən. İndi oradan başa düşməliyim. Suallardan deyəcəksən, baxacaq. Bəli, yaza bilməliyim, başa düşməliyim. Deməliyim. Hə, səhifəsi neçəyə uşaqlar? 125. Səhifə 125. Səhifə 125. Belə. Hə, buradan bir çox suallara baxmışdıq. Deməli, 125. İndi əvvəldən başlayırıq da. Əvvəldən kimin yaza bilmədiyi sual var. Kesin. Əvvəldən deyəndə, məsələn, biz artıq 2-3 dərsdə bu mövzunun üstündəyik. Məsələn, konkret sualıdır. Otur bütün çevrəyə olanlara baxarıq. Məsələn, 35-36 məsələn. Dairənin sahəsi necə tapılırsan, mənə də görün. Dairənin sahəsi. Bəli. 1 kvadratı bölü 360. Aha. Sonra? Yəni, səhv deyirsən. Dairənin sahəsi deyirəm, yanlış deyirsən. Sonra deyirsən, ay müəllim, nə edə bilirsiniz? Hə. Dairənin sahəsi necə tapılırsan? S bərabərli pi vursun n kvadrat. Pi vur n kvadrat, rəssam. İndi Süleyman, bəs çevrənin uzunluğu necə tapılır? Mən deyim Çevrə uzunluğu. Aha. pi. Çevrə var 2 pi yer. Bəli, 2 pi yerlə, düzdür. Biz bunu çevrədə keçmişdik. Çevrənin uzunluğu. Ona görə burada olmalı normaldır. Çünki keçmişsən. İndi deyir ki, dairənin sahəsi nə qədərdir? Pi r kvadratı. Pi r kvadratı nəyə bərabər edəcəksən? 36 pi-yə. Dairənin sahəsində pi-lər getdi. R nə qədər oldu? 6. 6. Bəs görs yox, çevrənin uzunluğu necə tapılır? 2 pi r. Neynəyəcəksən? Eri yerdə 6 qoyacaqsan, o necə olacaq? 12 pi. Əssalam. Belə. Budur. Qayda qalacaq. Bildiniz mi? Belə. Getdi, növbəti sual. Bəli, yazma, sən şimdi ol, mən bunu. O qeydini götürmə şimdi. Başqa, konkret sualları deyil. Ki, bunu işləyən qeydinləmişəm. Bəli. Fizik xarastır. Deməli, bəli, növbəti sualımız. Deməli, məsələn, tutaq ki, Aysel gəlsin lövhəyə. Aysel gəlsin lövhəyə. Gəl. Gəl məsələn, gəl. Çox irəli getməyəcəm. Buralardan. Hələ ki, əmrələrdən işləyəcək. Məsələn, gəl buraya. 37. Məsələn, 37-ci sual işlə. Daha sonra buyur. Bəli. 37-ci sual işləyirik. Hər kəs təzədən işləyə bilər, yəni ora baxma. Təşkil uzatma. Hə, təbii ki, 3-cü altı çək. Ben yazmışam burada. Yox, bax, daha yazdığa baxma. Özün təzədən yaz, gör, yaza bilirsən, yaza bilmirsən. Beraber tarafı Benim burada A kvadratı vurulsun 3 altında 3 bölünsün 2 değildi. Bilmirəm, yaz görək. Yok 4 bölünsün. Bəli. Demedim. 2 dedi dayanır. Deməli, bəli, hazır düsturu var. Mesela bilirdin? Yox, görürsən? Bax, fiqurların sahəsini deməli oxumamısan. Oxumusan, öyrənmirsən. Bəli. A kvadratı kök 3 böl 4. A nədir orada? Çıxacağın tərəfidir, yəni o da 8 verir. Cavab oldu bu. Əyləş. Belə. Hazır düzdür. Sən elə 37-ni işləyə bilmirsən. Mən hansı sualdan başlayım? 150 neçə belə. Bəli. Bunu işləməmək günahdır. Bəli, bu sual. İşləməmək günahdır. Nə söyləyəm? Ben yazmışım. Bəli. Yaxşı, bunu işləyəndə gördün, bilmirsən. Az düstura bax heç olmasa da, elə öyrən. Ben Zeynep bakar yazırım. Belə. Yazdım. Amma yox.
Elə çox üstünlük vermə. Birinci qaydaları öyrən sonra başla. Elə yaxşı bir şey deyil. Yəni Çünki onun hissələrində öyrəşirsən, baxıb işləyir, sınavda, imtahanda da baxmağa şey olmur. Rəhbər olmur. Çalış, öyrən, sonra. Deməli, cavab deməsən, Musa gəl lövhəyə. Qalay Musa, gəl. 42 verirsiniz. Deməli. Bəli, məsələn, 43-cü sual məsələn. 43-cü sual baxaq. Buyur. Ne istəyir? Yerdən özünüz işləyin, amma yerdən müdaxilə etməyin də danışmayın. Düzdən tapmana baxabilirəm. Baxabilirəm düzündə. Baxın. Ama burada hiç bir Ağır düzündə. kıyafet Belə evdə yanmışım. abdesti tutma sahasında. Yox. Deyil. Deyilmiş. O deyil. Pardon başkanım. Mənim də heç deyil. Burada başka bir tane bunun saat adı Deyacı sudan sahasında verir. Başka bir şey yok. Ya başqa şey verməyib. Görürsən bu işarəti. BD bərabər. Görürsən, boş-boşdan verib BD bərabər DC, görürsən onu. Deyacı altı. BD-yə DC-yə bax da. Ola necədir də? Bunlar beraber. Sonra üstüzalda başqa nə var orada? Acı. Sutalda Hə, AD nədir orada bana? adı Sutal var. tutuldu. Mediant. Mediandır, hə. Qaydasını yazdırmışam amma median olanda necə olur onu sən de. Özdesin. Medianla vururduk hemen. Vururduq, hə. Sahəni yarıya vuracaq. Sahəni yarıya vururdu da. Yaz da içərisin, nə əsasını verir? Deyacı'nın. Haradır? Nə qədər verir? Deyacı. D. Altı. Yaz da alt içərisinə. Hə. Haran istəyir? ABD sudan sahası. Ara da AB'dir. Bura. Nə qədər olacaq? Bura altısa bura da altı. Hə də. Otaşanı da. İçinəşilə. Mən dedim acaba şifa deyəcək ki, bura budur, bura budur. Müəllimə ABC-ni şey eləmişəm, tapmışam. Buradan da 6 da 6. Median sahəni yarı görür, ora altısa bura da altıdır. Deməli. Gəldi növbəti sualımız. Növbəti sualımız. Deməli. Belə, bu belə. Yaxşı, gəlsin lövhəyə Süleyman. Mən görək. 71. Aa, Bəli, düzdür. Görürsünüz, düstur bilən ki, birinci düstur yazmalısınız. Sonra onun əsasında. Bəli. Bu ne altı oldu? 3-2'ye vuran da altı. Ne oldu? Benim delikten çevirdim. Gecə olsun. 3-2'ye vurdum o da altı. Söz məxrəcə oldu da. Üçün məxrəci nədir? Orada bir dənə bax görmürəm. 1. Elə şey görmüsən bu vaxta kimi riyaziyyatda 2 çabuk. O boyda şey yaxşı gəlirsə amma başdan. Gəlib elədir, hərəkətə baxdı 3-ünü çağırır. Olmazaq elə şey. Altı koloni. Bu diyecek. 3 ara vurmalı bu. 2'ye. 3 ara yenə 2-yə deyir. Məxrəcə vura bilməzsiniz. 3 ara vur, nə? Çarpaz vurur, bərabərlikdə çarpaz vurur da. Orada çarpaz vururlar, vurmada. Hayır. 3 ara vurmalıdır. Altı değil. Kəssə vuranda bilmirsən, neyinlə? Bəli də. Ha. 3 A B-yə vurmalıdır. Öyle yazmışım abi. Burada farklı yazsın, nə deyim? Ha tamam. 3 B'də.
6'da vurdu. 3'ü 6'ya vurdu, B'ye vurmadı. 3B. 6 göydən düşür. B. Ha, onu yaz. Onu çarla gəldi. 24'ü böldü 2'ye. İndi bu bölür. Yok. Məxrəcə 1 yaz. Ablası niyə qoyum? Mən həmişə yanınızda olacağım ki, məxrəcə 1 yazasınız. İndi nə eləməlisən? Çarpaz da çarpaz. Ağlın kəsmir, ona çarpazlar deyirlər. Sil onu. Bir üç qaldı. Sonra getdi. B variantı da olsun. Yəni Aşağısan. Şaşırdım. Demək lazımdır. Bəli. Başka tür yapmışım. Necə? Başka tür yapmışım. Nə, başqa bunun başqa cünahı var ki. Ne oldu da, yəni başqa bir yanı üstə var olsun, belə yaz da. Belə. Yəni başqa cür yazmadan söhbət etmir, sən burada bu səhv etməməlisən, diqqətli ol. Nətər bura vurur, bu buna vurur da. Sonra bu buna vurur, bu buna çarpaz. Ben silmedim. Qeyd götürür, yəni tez yoldur, qeydlənizi tez götürün. Ama ben düz yapmışım. Trapezsən sahəsidir da. Yəni, oturacaqların cəminin yarısı bu hündürlük belə. Qeyd yazmışdın ha sən? mən yazmışdım. Evdə yazmışdın ha? Mən. Sadəcə həllini yazmamışdım. İndi həllini də yazmışam. Nuray yazmışdın, yetişdi. Xeyr, başa düşməmişdim. Başa düşməmişdim. Yaxşı. Deməli, bu belə. Silik bunu. Daha bundan sonrasını bunu bildinsə, sonra bundan sonrasını daha sən işləyə bilməlisən. Yəni, bundan sonrası rahat. Siz giriş hissəsini qeyd edək, davamını sonra da yaza bilərsən. Sonra lövhəyə gəlsin, məsələn, növbəti, deməli. O yazamır. Mən 76, hələ 76 kimi şəkilləri çəkilini çəkirəm mən. 76 kimi şəkillər. Məsələn. Bax ki. Kongruent nə deməkdir? Bərabər. Bərabər. Yəni bütün nələr bərabərdir burada? Damalar. Damalar bərabərdir. Damanın indi deyək tərəfi nə qədərdir? 3. Onda bu nə qədərdir bir damanın uzunluğu? 3. Hə? 3'dür da. 3'dür. Tərəfi çoxan kvadrat. Bir daman bura nə qədər buradan bura? 1, 9. Buradan bura. Bir də 1 da 1. Hə, bir. Hə bax tərəf 3 Hə, kimi hə. oldu. Hərəsi nə qədər düşür? 1. 1 da 1 1 1. 1 1 1. Hə. İndi bu hansı figurdur rənglərə? Yox, Rənglərə çıxacaq. Uzan sahəsi necə tapılır? Alın B Siyasi bölü. H Alın B bölü. H bölü 2. H bölü 2. İndi buradan bura nə qədərdir? Buradan bura 3. Buradan bura o nə idi? Nə idi o? Hündürlüyü da. Nə qədərdir? Buradan bura. 2. Bu. 1. 2 daha görürsən 1 1. 2 dama deyil bu. 1 1. Bir sayı var. Necə? İkisi bir yerdə bir sayı var. Bu nə qədərdir buradan bura? 1. Buradan bura nə qədər? 1. Nə qədər oldu? 2. Bununla bu eyni şey deyil. Nə qədər oldu? 2. 2 də. Sahənizi tapılacaq. S bərabər. Adətlər var. S bərabərdir 3 vur. 2 bölü 2. Sağda nə oldu? 3. Belə də. Bu şəkildə. Bilirsiniz? Tərəf hündürlük. Tərəf 3'dür. Hündürlük də 2'dir. Kvadratın tərəfləri ilə gedirsən. Belə. Qeydinizi götürün və keçirin növbəti suala. Bazar günü gəlin, dərs keçəcək. Sonra gəlmirsiniz, sonra все, hər şey alt üst olur. Öyle. Bana gün gelmeyeceğim. Niyə? Mən də gələm. Sınavım var. Saat neçədə? Onun da baş. Ondan O sınava getməsə bununla yapsın. Güya nəyə geçsin? Mən də gələm. Gözdən geri qalırsın. O sabah gəlin. Səhər gəlin, özünü səhər keçin. Sabah. Hə. Hə, Allah, sabah neçədə? gələm. 9'da da. Ben de böyle.
Saat 9'da Sabah gəlir. gələ bilərəm, bəli. Dərs sabah keçim ki. Hamı sabah gəlir. Bəli, sabah Qrupa gəlib yazın. dərsi keçim. Sabah. Qrupa yazın, yəni Bizim Fəraha qrupa ilə gəlsin. Realnuz. Hə. Hamısı ben onlara yazarım. Ya da ki, hə, yazsan yazarsın. Sabah Yani 2 qrup fikirlensin. gəlmir. Ha, 2 qrup gəlmir. bəli, o sola gəlir. Bazar günü onu keçməliyik. Necə? Bazar günü keçməliyik onda. Sabah hər cəhət dərs keçəcək bazar Onu günü. baxarım da, onu deyərəm. Yaxşı, keçdik növbəti sualımız. Yazaq. Deməli, belə bir şey, deməli. İsmail gəlsin lütfen. Deməli, İsmail Sınıf gəlsin. sınıflarındayım. Deməli, indi bacardığımız qədərdir. Belə, gəlsən bu sual işte. Siz də baxın. Siz də işləyin. Daha suallar. Yəni bunun axırlarında biraz figurlu suallar var. Ortalar 100, 200'den 100 neçə qədər rahat. Ha, indi nə çəkməlisən? İsmail, rol çəkirsən bir dənə. Ha, rol çəkirik. Yəni, sil onu da. Parallelogram çəkmə. Parallelogram. Aysu. Episod olsun rol da. Episod. Sən kimdir? Gəlib xətt çəkin ölçürlər ki, niyə tərəfi bir-birindən 1 sm böyüdür? Episod olsun rol da. Özü nə çətin verir? Hə, tərəf nə qədər? 28. 28. Yaz üstünə 28. Hündürlük. Hündürlüyü 7. Bir dənə hündürlüyü çəkirsən. Arada oradan ne çək? Elə hündürlüyü olub, geri qayıt. Rahat olan təpədən çək də. Və oradan uşaq düz çək də. Hündürlüyü düz olmaq. Düz indir. Hündürlüyü isə 90 yardır. Hə, o neçədir? O 7. 7. Hə. 7 vur 28 bölü 2. Şimdi deyir ki, indi bu romb böyüklükdə kvadratın tərəfi. Romb böyüklükdə nə deməkdir? Yəni rombun sahəsi qədər da. İndi birinci nəyini taparsan sən? Rombun sahəsi. S bərabərdir. Çünki bunun böyüklükdə kvadrat o deməkdir ki, sahələr necə olsun? Eyni olsun. Yox, rombda 2-yə bölünür ya, bu üçbucaqdadır, geri qayıt. Rombda nədir? AH-dır. Vur onlar bir-birinə. İndilə və 190. Bəli. İndi bir dənə kvadrat çək, sağ dairə. Onun sağında bir dənə kvadrat çəkildi. Es bərabər. Tutaq ki, bunun ölçüsü də olsun. Eləmi? Yəni, Hə, bu da- sahəsində, içində yazıldı S bərabərdir 196. Başa düşdünmü? Sakit də. İndi kvadratın tərəfinə bir dənə hərf deyil, bilmir ya. Kvadratın tərəfinə bir dənə A-dir. Hə, sahəsi necə tapılır? A kvadratı bərabər 196 yaz. Altına yaz, ev yox. A kvadratı bərabərdir 196. Bəli. Bunda neçənin kvadratıdır? 14. A da bərabərdir 14. Sənə deyirək kvadratın tərəfini istəyir. Başa düşdün? Eyni böyüklükdə bu deməli. Yat, Məhəmməd abi, yat. Belə. Hə, başa düşdünüz? Silinmi? eyni. Bəli. Yaz Musa, yaz. Qələmini götür, yaz. Deməli. Hə, maqa. Yazır şahverlik. Bəli. Yaz və şotlayır. Baxır ki, həmdə nə yazır? Bəli. Tapşır. Əmin kim çıxar? Məhəmməd Cəlcəl Nöfrə. İndilə. Gelirsən? Nə iş? Düzbucaqlı sahəsi Avrupa deyil mənim. Avrupa. Deyəsən, Avrupa. Bəli. Avrupa deyil. Rusda Bəli. Başla. Avrupa olmadı. Deməli, Hamıdır. deməli, sən 100 işləyəcəksən, çünki sən demişdin ki, mən 100 ədədi çox sevirəm. hətta Nəsə, Hə, buyur. D1 vurulsun, D2 vurulsun, sinüs alfa, bölünsün 2'dən. Bəli. İndi gəlirik 100-ü. İndi yerdən müdaxilə etməyin, özü başını işlətsin. Deməli, nədən söhbət gedir? Ay, maqa. Hansı figurdan söhbət gedir? Düzbucaq. Bir dənə düzbucağı çəkirsən. Bəli. Eyni, Tamam, Bərçindən. Bəli. Bəli. Çox mükəmməl bir düzbucaqlıdır. Bucaqlarını da qoyursan, neçə dərəcə olur bu bucaqların? Və Düzbucağın bucaqları neçə dərəcə olur? neçədir? Düzbucaq neçə dərəcədir? 90 dərəcədir. 90 da qoyulur. Perpendikulyar. Düzbucaq işarəsi qoy içərilərə, bucaqlara. Bəli. Bəli, aşağı. Bəli, biraz düz yerdə. Onu əyin. Bəli, elə, bax elə. Bəli.
Axırdakı lap yarıqdır, qəşəngdir. Bəli. İndi düz bucaq tərəflər nə qədərdir? 15 və 5. Bəli. Sən postlara durca yazmasın. Mən sənəm danışdım, hə, yaz. Araya Biləyinə yaz, değil mi? Bu olmaz. Sol qolunu yaz 15. Tərəflərinə. Tərəflərin üstünə yaz da, bəli, 15. Balacıda 5. İndi Məhəmməd əli, düz bucağın sahəsini tapana nə edirik? Başımıza qoyuruq. Baxsı, bəli, belə. Hə, düz bucağın sahəsini tapana nə edirlər? Şimdi de mi? Sağ. Sağaz mı? Gördüyün ədədləri Gördüyüm ədədləri bir-birinə vururam. bəli, S bərabərdir. İnşallah vurarsan, bəli. Bəli. Hesabla, özü hesablasın. Özü hesablasın. Özü hesablasın, bəli. Bəli. Şu, bu düz bucağın sahəsi oldu. Deyir ki, ardın oxu. Nə soruşur səndən? Bir böyüklükdə olan kvadratın tərəfini tapın. Yəni, nəylə böyüklükdə? Cümləni bütöv oxu. Artıq bununla eyni böyüklükdə olan Kvadrat. bir dənə də kvadrat çək sağla. Bəli. Aha. Bəli. Sıralıdan normal kvadrat çək. Bəli. O video baxanlar səndən nə nümunə götürsünlər? Niyə bir nəfəsə çəkirsən ki? İndi bucaqlarına 90 qoy. Hə. İndi bunun tərəfi nə qədər bilirsən? Yox. Bir dənə hərfdir də, 32 hərfdən birində. Hə. Tez ol da, o tərəf bucağına yazsın, geri qoy. Taraf diyor ha. Geri qoy. Evet diyor. Tərəfin üstünə yaz da. Hə. Hə, kvadratın sahəsi necə tapılır? Kvadratın sayısı A'nın kvadratı. A'nın kvadratı yaz, S bərabər D kvadrat. Sən şuraya ki Nuray burada deyirsən. Ay müəllim. Sayısel Oyda. dedim. Sayısel. Nə pis şey deməm ki, yəni çox eləməm. Yok eləmədim. Həqiqətən Olar ki, eləmədim. eləməm, olar. Allah razı olsun. Yazda Hə. Eləməmişəm. İndi deyir ki, bunlar bir-birinə necə olsun? bərabər. Bərabər. Onun da sahəsi nə qədər olmalıdır? 75. 75. Onda A kvadratın bərabər elə 75-ə. Yazıldı. Hadi gel. O düz değil. 75. Ayda. Evet, düz ben. A kvadratı bərabər 75. O düz idi. A kvadratı bərabər 75. Çəkir görək. Hələ yazır. Sil yaz, sil yaz. Çəksə geri qayıtdı ondan sonra. A kvadratı Videonu uzatma da boş Aşağıda ver. yazır. Ne fark var ya? Ya. En şey. A kvadrat. Ayrıca aşağıda yazında A kvadrat bərabər 75. Hə. A kvadratı. O bayaq yazsaydı o da. Bəli. İndi A kvadratı 75-dirsə, A bərabərdir nəyə? Hə, Nura? 5. A bərabər nəyə? 500. 500. 5 kök. O şifayı nətər deyirsən? Deyən ki, A bərabər kök Yəni 75. bərabər deyil, kök 75. Yaz aşağıda A bərabərdir, kök 75. A beraber çarpı 20. Hədə kök 75, o Gələn bərabərdir. İndi bərabərdir. Tamam. İnşallah. 75-dən kök çıxır, Məhəmməd əli. Çıxır. Niye çıkmır? İndi kök çıxmırsa 75-i nəyinə hansı seçim yazacaq? Hansı rəqəmə? Ay sağ ol. Bəli. Ay sağ heç eşidilmədi. Bəli. 25 Mən mi? bayaq da o demişdi, amma nəysə. Nəysə. Mən Mən üstündə Hiç istədim. görən müəllim öyrədirəm. Yenə mən üstündə qalacağam. 25-dən neçə çıxır bunu öz desin da da. 5. Bəli, bərabər 5 kök. Koydu döndü. 5 kök çıx. Bəli. Tez ol keçib bu tərəfə. Yaşayırsan. Keçib bu tərəfə. Kameranı çevir müəllim. Yox. Tek de bu. Hə. Anladınız mı sualı? Bəli. Bəli. Başa düşdün mü? Ürəyimiz düşdü yerə. Bəli. Növbəti numara gəlməyəcək ya, hayda be. Gəlmişəm. Bayaq gəldim də. Olsun canım. Deməli, gəl hazırlaş. Kaynayı göz gezdir. Gəl, Neçə? gəl. Sən gəl. Sən dəftərdən uzaqlaş, sən gəl. Dəftərdən uzaqlaş deyəcəm. 109-u siz də işləyin. Bəli. Deməli, 109-u işləyirik. Siz də yerinizdə rahatdır, sizə aid. Bəli, çox sağ ol. Suda, suda.
Bəli, çəkiş düz bucağı, bucağı. Bəli. Kadetlerden biri 21. Hı-hı. Hipotenuzdan, digəri isə hipotenuzdan 9 santim kiçikdir. Deməli, hipotenuz x-dir. Hı-hı. Bu da X49. x9-dur. Aferin. Sonra ne edəcək? Uzanın sahəsini istəyir. İndi birinci. Burada Hı-hı. s bərabərdir. Hı-hı. Uzanın sahəsi Aha. Kadet. Nasıl saçdı? O da mənim A vur B böl 2'dir. Bəli. İndi. 21 vurulsun x9. Aha. Bəli. Bəli. Bunu da hesaplamaq üçün neyləməlisən birinci? Burada bu Bunu 21 basma. ixtisas aparsam Sağ ol. Nəylə? 2 ilə. Sən saat tapa biləcəksən ümumiyyətlə belə. Onda Bu vurbatı vurulur. Yox, vur batı neysə, x-i bilirsən, hə? Falan eləyir, deməli. Dayan da, hamısı. X-i bilirsən, hə? X-i tapmaq üçün neyləməlisən orada? O, Musa deməlidir ki onu. Özün hesab bilmirsən, sən bu x-i bilməmiş, gedib orada s, m-si yazmağın mənası nədir? Onu silmə, onsa sən onu hesablayasın, silmə onu, qalsın. Keç sağ tərəfdə, bax, boşluqda. Sən x-i tapmamışlar, eləyirsiniz. Bəli. Bax, belə. Bunu belə silin, nə olardı ki? Bərabərdir. Bəli, bunu sadələşdim mən sənə. 21 kvadratı. Gözlük. 441. Yazın sizdə. Muxtəsər getdi. Bəli. Çox sağ ol, muxtəsər getdi. Muxtəsər də açmada çətin çəkirsənsən. Açdım onu. Çıxmada hamısı çıx olur, nəyə açsan? Axırdan toplam. Bir də o hər şey korluyur da. X üstü neçə daxildə? X üstü 2. Onunla 2 dənə səlامət yox. Nələr ixtisar gedir burada? X üstü 2'lər. Bəli, getdi. Nə qalırsa yaz. Biraz sola meyli dur. Ay sol. Fərhə baxacaq videoya, heç olmaz görürsün də nəsə. Bəli. Bərabər nəyə? Bura. Bəli da, çünki gedib 0 qaldı, o deçin qaldı. İndi nə edirsən? Bir X-ları bu tərəfə, yəni ədədləri. Nə olar? Elədir, nə olar ki? Bir, topla. Aha. 522 bərabər. Sakit, özü. Eyni şey nə yazdın? Sən nə elədin ki güya? Belə olacaq. Neçə deyir? 522. Gözdə. Gözdə şey, heç nə deməz hesab olsun. Cavab arxasında. Düz. Sakit. Belə. Bəli. Burada Düzdür mən, X-ları eləməzsən. 18'e 522'ye bölürəm. Yo, yo. Bəli, vuruq hasıla olur. Yo, burada 522'yi 18'e bölürəm. Bu da eləyir. Deyirəm. Mənim 81-i mən bu tərəfə gətirəndə çıxır. Orada niyə toplayır? Harada? Orada. Orada. Çox sağ olursan, çox sağ ol. Bax, qarışdırma, davam eləsin qoy. Sən səhvini düzəl. Deməli, Nuray çəkil görək, çəkil də, get çubuğu bölmə ilə böl də. Nəyə gözlürsən, bax, gedir axı. 522 böl 18, və özə hesablasın. Hazır cavab lazım deyil. Ora baxdı da yazır, gör səhvin nədir, o yazır, düz yazır. Nuray düz yazır. 81 müsbətdir, 441-in yanındadır, sən onu sağa atarsın. Niyə çıxırsan ki 481? Hə. Burada bir dənə 18-ün 18. 2 dənə 18-ün 36. Bunu da bacarmışsan. 3 dənə 18-in 54. Bir keçdi. Demək 2 dənə yerləşir. Bəli. Bəli. İndi 10 yoxlamaq yox. Məsələn, görürsən ki 10 dənə 18-ün 180 edir. Amma bu 162-dir. Nə qədər əksi idi? 2 dənə. 1-2 dənəsi. 10 dənə 18 neçə edir? Bir dənə də var. Bir dənə əksi. O nə qədər olacaq? 9 dənə da. 10 dənə 180 deyirsə 9 dənə 160 edir. 200 var. Şu, x nə qədər oldu? 29. 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 29
Yaz x bərabər 29. Bəli. Keçindi s bərabərdə başla. Hə. Yerini qoysa, bitsin bu içində. Mərkəzdə yazdı, şey yazdı. Yəni, Şöyle 20 yaz da 21 vur 20. İxtisar apar, bacar mısın onu? Böl 2. 2 ilə apar, sonra vur. Car 2 ilə. Cavab elə almadım. Ona vur. Şey, Tamam. 210. 210 aldım. Ətər ala bilərsən. Sən x-in neçə tapırsan, mənə də görüm. İkisi mənim baxın orada dəqiqə. Hı. İkisi tapmışam 20. 20. Mümkün deyil axı x 20 tapanı. Yox, mənim qoydum yerinə də. O ki 21-i vurdum 20-yə böldüm 2-yə. X 20-dir. Bəli. Sən x 49 nətər ola bilər? Hipotenuz katetdən balaca ola bilər. Mənim Yox, müəllim nədir? Katetdən x götürmüsən, hipotenuzu x 49. Belə şey mümkündür ümumiyyətlə. yox. Cavab nəsə indi oradan bu düz alına bilər. Sən tamamilə katet nə vaxtdan hipotenuzdan balaca olur? Heç olmasa bunu x topla 9 götür də. Minus ola bilər. Yox. Onu özün düşünməsən, hipotenuz nətər katetdən balaca olur? Belə uşaqlar. Deyirdi katetlərin biri 21-dir, digəri bura bax. Hipotenuzdan 21 var, nədir? 9 var kiçik. Ya buna x, buna x çıx 9, ya da buna x yazırsansa buna x topla 9 yazmalısın. Elə yazmalısın. Sonra Fagor işləməlisən ki, x-i tapasan. Fagor burada katetdən kvadratdan cəmi hipotenuzun kvadratına bərabərdir. Açırsan müxtəsərlə x kvadratlar gedir. Burada bu alınır, x-i tapırsan 29. 29 çıx 9, 20 edir. 20 vur 21 bölçü. Gəldik növbəti AIC-də. Növbə çatdı sənə. Deməli, gəlib işləyirik, deməli. Deməli, gəldik. Gəl bura, gəl bura. Mən. Asilcan, deməli. Evet. Yaxşı. 123'de dayandı. Siz de işleyin 123'ni. Buyurun, 123'ti. Bax, dəftər açıb qoyub qabağına. Bəli. Çox iyi. Sən diaqonal seç. Rom seç. Diaqonal seçim. Yəni paralelogramda. Tamam. Bəli, paralelogramın üstündə. Diaqonal. Bir digərini üstəfə kiçik. Ya D1 bərabər nəyə? D1 bərabər 1x. D2 bərabər 3x. Hə. Üstəfə kiçikdir. Bəli. Yəni x 3x-dan 3 dəfə kiçikdir də. Şimdi Romun sahəsində tapılır. Deməli, Yox. D1 vurulsun D2. Aha. Bölgü. Bəlkə idi. Bəlkə bilirəm. Əsas ondan sonrası var idi yapır. Hə, ondan sonrası bu koşulu safha. Tangis. D1 Yox, bölgü bölgüsü ki, Cavab da D1 bu D2. Öyrənməlisən də, bunlar Aynen. yaxşı bilməlisən. D1 bölü D2 bölgü. Yəni x vur 3x bölü 2 bərabər neçə? 6. Altı. Hə. Düstürü biləndə tapmaq olur. Hə. Belə. Mənim nə istəyir? Onun böyük diaqonalını tapın. Böyük hansıydı? X bərabər 2-dirsə, bu da bərabər də 6. Deməli, böyük diaqonal çəkmiş 6 Altı. imiş. Hə. Aynen. Aydaş, deməli. Hiç bilməmişdim. Deməli, silinmi yoxsa qeyd eləməmsiniz? Süleyman yazmışdın mı yoxsa silin? Yo yazmışım. Yazmışdın. Bəli. Silin. bəli. Bəli. Yazmağa başlayanız siz də başlayın yazmaqca. Çox gecikməyin, bax çox getməsin. Yəni Nəyisi bildiniz var? proses nədən gedir. Bəli, var. Mən gətirin, bura darmadağındır. Yaxşı. Sən acısını çıxarmayasın. Ayağını işi yıxasın. Deməli. Yəni, partdir oraya. Deməli, gəlir lövhəyə. Niyə mən çıxmıram? Deməli. Cavab da. Süleyman gəlsin lövhəyə. Saydı deyirsən. Deməli. Deməli.
deməli. 127-ni işləyirik. 29 da mən işlədim. Yox, siz sual seçmir. Sualı mən seçirəm. 127-ni işləyək. Tez ol. Asil işlədə tez ol, vaxt keçir. Ay Mən müəllim. siz baxmayacam, görüm nə işlədi, nə elədi. Hə, 127. 127, tez olaq. Nəsə ki, düz bucağı çıxacaq. Həmişə düz bucağını qoy. Bilirəm, başa düşmüsən. Düz bucağını qoy həmişə, Süleyman. Düz bucağını qoy. Süleyman. Allah, nə olar mən də işləyəm. Süleyman. Düz bucağını qoy da, düz bucağı. 90 derece. Hə, də o şərtdir. Hə, düz bucağını, üç bucağını sağ... Ümumiyyətlə, üç bucağını sağ sizə tapılır, ay Süleyman. Şey ya, avlusun. Bölük. Bəli. İndi A-nı bilirsən, nə qədərdir? Baxdı A-nı. A nə qədərdir? 2 götürmüş. Nəyi bilmirsən? Kaçtı? Yox, sahədə nə lazımdır sənə? Koy. Ana, Ana. ana, Bölük. haş da bala. Ana. Haş seçdi ora. Tərəfi haş seçdi. Bütün zaten. Tərəfi haş seçdi. Hara seçəcəksən? Sən onun tərəf bilirsən. Katet bilirsən? Maliyesi xeyir. Nə olar? Sən katetə hündürlüyü nəyə seçirsən? Katet elə özü hündürlüyüdür da. Bilirsən kateti? Xeyr. Bilmirsən də. Sən hara seçməlisən? Pipetonuzu. Çünki sən onun seçdiyi tərəf bilirsən. İndi yaz da haşını olar ki. Allah rızası üçün yaz yavaş. Sahəni tapana nə eləməlisən? Avlusun. Yaz da indi. Ha, yaz bunu. İndi A haşı nə yazırsan? Onun üç bucaqdakıları yaz da. A nə qədərdir? A. A nə qədərdir? 2 götürmüş. A nədir ümumiyyətlə? A. Tərəf də tərəf. Nə qədərdir tərəf? X bilmix. Nətər bilmirsən? 2 kök 13 görmürsən? Ben bu hep tanızdım. Ben taraf. Qulağıdır, üç bucağın. Üç bucağın nədir o? Katilden hasilə mən 2 əmrəndə tutuna sahasını tapırım. Tap da gör, mən katetin bilirsən, mən danışdırırım. Katetin hansını bilirsən? Heç bilmirəm. Nə danışdırır? Böl nə? 2-yə niyə bölmüşdün? Bəli. Nə olar ki, indi S-in yerinə yaz da, bir-bir deyim onları. O 2 yazdı. Hə, sonra davam elə, bəli. İxtisarı apararsan inşallah. Bəli. Ay bu. O değil. İçi ilə içinə apar. Hə, sonra davam elə. Biraz sol tərəfə meyilli dur, sola meyilli dur. Ay sol görünsün də yazdı. Bəli. Bəli, indi H nəyə bərabərdir? Kök 13 bölsün. Nə? Kök 13 bölsün 12. Vurğu hasilə bölürlər. Sən onun fərqini anlaya 12 bilmirsən. bölünsün kök. Hasil nədir orada? Hasil. Kök 13. Görürsən hasil. Hə, hasil kök onsuz, yəni vuruq hasil da. Bu nələr vurulub bir-birinə? Kök 13'den vursun aşağıya. İndi o nətər hasil deyirsən ona? Vuruqlar da olar. Hə. Bəli, düzəlt. İşte. Tamam. Yəni, Demək. aha. Dəşə, yeni dediyin elədir, yeni dediyin elədir. Yəni. Hasil böl vurul da, bala, 12 böl kök 13'da. Bəli, çəkil görək. Hə, haşı tapdıq belə. Bizə nə istəyirdi? Kiçik katet istəyirdi. Katetlərin bilmək üçün, bəli. Katetlərin bilmək üçün nə etməliyik? Hündürlükdən istifadə edəcəksən da. Bəli. Hə. Deməli S12. Deməli hündürlük vursun. Yox, onu nə yazırsan, onsuz da bilirsən. Orada nə tapacaqsan sən? Haşı yenə qoy mən. A vursun aşağı dur. Yaxşı, qoy. Eyb yox da, bu vaxt getdi. Deməli 2 getdi. Bunlar iqtisadi. Sən orada nəyi tapacaqsan indi? Hamı baxır da, bir də baxın siz də fikir bildirin. Nəyi tapırsan? Orada nəyi tapacaqsan? Hansı hərf tapacaqsan? Hansı hərf tapacaqsan? Hə, bunlar gedib 12 bərabər 12. Nəyi tapırsan sən? Xeyr. Orada işini tapırsan da. Sən burada artıq sən nəyi bilirsən burada? Orada yəqin ki düz tapıb da uşaqlar. Siz də baxın. Vurub haşa. Hə, bölüb nəyə?
2'yə. Sahə neçə vermişdi? 12 vermişdi. Bunlar Bəli. sizə. İndi hündürlüyü neçə tapdı onu sən? 12 bölsün kök 12 böl 13. kök 13. Elə mi? Bəli. Betonumuz nə qədərdir? 2. 2 kök 13. Bəli. 2 kök 13'dür. Bəli. Bizdən nə istəyir? Kiçik katet istəyir. Elə deyil. Kiçik katet istəyir. İndi biz nə edə bilərik burada? Burada əslində Pifagorla da gedə bilərik. Və yaxud da hündürlüyün xassəsi var da. Biz həm də sahə necə tapa bilərik? Katetlər hasilinin nəyi? Yarısı. Yarısı kimi də tapa bilərik da. Bildinizmi? Katetlər hasilinin yarısı. İndi burada A vur B böl 2 də 12'yə bərabərdir. Elə deyil. Bəli. A vur B də nəyə bərabərdir? 12'yə. 12. A vur B nəyə bərabərdir? 12. 12'yə. Çünki A-nı B-yə vurub 2'yə böləndə də 12 olmalıdır. Elə deyil. Başa düşdünüzmü? Hə. İndi burada Pifagor tətbiq eləsin. Pifagor tətbiq eləsin. Demək A kvadrat topla B kvadrat nəyə bərabərdir? 2 kök 13. 2 kök 13'ün nəyi? Kvadratı. Nə olar ki bunu da deyim də, bəli. Buradan da A kvadrat topla B kvadrat. Heç gərək biz belə deyək də. Heç hündürlük tapma bizdə bir şey eləmədi. Bunun kvadrat neçə eləyir? 13. Görürsən Ayşə? Kök 13'ün kvadratı nə eləyir? 13'ün kvadratı nə eləyir? 4 13'ə vuranda 52. İndi bunu nəyə açacaqsınız? Müxtəsər, deyilmi? Müxtəsər. Bu iki cür aça bilərik də. A topla B. Değil mi? A çıx B kimi tabii. A çıx B-nin kvadratı topla 2AB. AB-nin yerinə yazacağam. 12 da bilirik axı bərabər nəyə? 52'yə. Bir dəfə də nə ilə yaza bilərəm? A topla B-nin kvadratı 2 vur 12. AB-ni bilirik axı 52. İndi bu ikisini burada davam edəcəm. Bax bu ikisini. İndi A çıx B-nin kvadratı birinci A çıx B-də nəyə bərabər uşaqlar? İndi 52-dən nə çıxacaqsınız? 24 neçə qalır? Yox, 28. 28. Bərabərdir nəyə? 28'ə. A plus B-nin kvadratı bəs nəyə bərabərdir? 76. 24, o da 52-nə qədər edir? 76. Bəli. İndi burada düz alın, düz görəsən biz burada. 12 niyə tapdıq? Biz burada problem burada gedir. Deyirəm ama bu kök çıxmır buna. Bu 12'ni 2'yə vuranda 24 deyir. Sarpaz vurmuruq. İsmail dedi mənim 6 yol da istəyirsən. Nə elədi? İsmail 6'dır da yəni biraz düzəltmək istəyir, yolda düzəltmədim mən onu. Burada nə olmamış o 12'nin əvəzində? Çünki sahə necə tapılır? A-nı B-yə vurub 2'yə bölməliyik də. Sahəni 12 ver, bu 12'dir. Burada çarpaz vuranda 24 orada. Burada vur 24, 52, vur 24, bu da 52. İndi 52'dən 48 çıxacaqsınız. Neçə yiyəcək? 4. Bəli, bura oldu 4. Bunu da hesablayın. Bu 48, o da 52. 90. bəli. 2 vur 24, 48, bu da neçə elədi? 90. Bəli. İndi A çıx B neçə olur burada? 2. Elə mi? Yəni 96 eləmir. 100 eləyir. 48 üstəgəlsə 52 100. Kim oldu 96'ın deyən? Məndən qabaq A plus B neçə olur? 10. Çünki onun kvadratında. Bunları alt-alta neynəyəcək? Mən demədim ya, onlar. Alt-alta neynəyəcək? Açıq video baxın. Buraxın da bunu. Toplayarsa tənləsdən keçməmsiz. 2A. 2 A nəyə bərabər? 12 A nəyə bərabər? 6. 6-ca B neçədir bəs? İnşallah deyirsiniz. 4. Hansı istəyirdi? Kiçik katet. Çok uzak değil mi? Deməli, burada bəli, o hissəsi artıq idi. Yəni burada hündürlük lazım deyil, aydındırmı? O Süleymana işlətdiyimiz hissə var. Heç hündürlük lazım deyilmiş, bizə kiçik kat istəyirik. Yəni bunun burada heç bir önəmi neynəmədi? Olmadı. Yəni hündürlüyün bizə aidiyyəti oldu mu? Hündürlükdən istifadə eləmədik, onun üçün bölçülürüz. Sonra əziyyəti yox oldu.
Yəni bu bizə lazım deyil də. Sadəcə heç nə, Pifaqorla getdik. Burada aydı. Ancaq bu hissə lazımdır. Sahəyə görə A və B-ni tapdıq, o bu hissəni. Sonra da Pifaqoru gedib, Pifaqorda müxtəsərin açılışı ilə getdik, 2 dəfə. A minus B, A plus B. Belə. Hə. Növbəti. Mən Yoxda sən çıxdın da. su. Deməli, gəlir. Hə, gətirir. Musanı lövhəyə göndərək, sonra gətirəcək. Musa, gəl lövhəyə görək. Bende yandı. Bəli. Qeyd edin özü. Videoda Qeyd bakıyorsun. edin. Hə, video baxmaq istəyirsən. Bana bakıyorsun. Hə, yaxşı, nə məsələ düşən. Məsələ düşən. Hə. Əvvəli yığarsınız da o Süleyman işləyən hissəni. Deməli. Tamam elədim. Süleyman görə yazır. Hə, sonrasını başa düşəcəksən Süleyman. Bəli. Ondan sonrasını bir dənə özün bir cəhd elə. Deməli, gəlirik Musaya bir dənə sual seçək də uşaqlar. Ben buna ait o şey tapşırık var. Güzel. Bir tane daha tapşırık var. Ona Ben ait. de falan demişti. Ne bildim ben. Nasıl? Mesela. Bakçı, gəlir yerə 145. İşləmci 145'e. Baxın belə. Değil. Bu sana baxdı. Bəli yazmış. Yox, işləmci var ama. Yox, hayır. İşləməmiş. Yok. Ama 145. ben Buyur. ben bakacağım. Ha Musa, buyur. Ben buna ait tapşırık var. Özüm yazım. Ha, yazdım, o süper. İyi boyaq ki. Hə, hansı fiqurda ay Musa, soruşulan fiqur? Hansı fiqurda qara? O benim. Rom. Neçə Musa şərtə bax da, nə olar ki? Trapezyen sağ. Ben böyle trapezyen olur benim. Hə, görürsən, səhv edirlər də Musa, bu dəfəyi bağışla. Hə, bəs elə rom olur. Hiç şey okşamadım. Tarafa gitti ve Yetti tarafa gitti ve 9. Nəyin? Tarafa gitti ve 9 aldı. Hə, düzcə alır, yaz, 7, 9. Aysa. Qara şey keçiləncə, orada görünmür. Bəli, yazdı qara ilə. Evet. 9 ilə 7 qara ilə yazdı. 7, 9. Hə, sonra Kongo'ya kıvalıtı koydu. MMK trapezyanın sahasını trapeziya saat üstünü yaz. Kənarda. Yo, ağa keçir. Müəllim. Hə, все. Biraz sola meyilli dur. Aysa. Süleymanı görə bilsin də. Hə, buyur. Hə, vurulsun H. A, B nədir orada? Abi benim trapezyan 30 alır. Bəli, indi oturacaq hansılardır orada? Göstər orada şəkildə. O nə qədərdir hesabla? Tabii. Bəli, hesablanın. Beş tane. 4. Trapeziyan sən oradan niyə başlayırsan? N-dan soldan başlayır. Trapeziyadan başlayır. Buradan ben. Neçə dama var orada? 2, 3, 4. Bəli da. 4 aşağı 5. Hündürlüyü ha necə çəkilir? Hündürlüyü də çək mənə. Nə qədərdir? Onu da say. 5. Şey, apar qoy yerinə. Bərabər qoyub davam edirsən. Bəli. Çəkir gör nə edirsən orada? Hesaplıyorum ben. 5 vurulsun. Naklardan bir atladan var. Hə, aləm vurmusan orada, 5-i vurmaq lazım. Sən önce aləm vurmusan orada bir-birinə. 2 ilə 4 təzə gedir orada ixtisar. Təzə öyrənmirsən o qaydanı. Yani onu bildim senden. 5'e vurulsun. Ben bu naklardan bir atladan vuruldu. İnşallah. Hə. Nə vuracaqsın? Çəkir gör. 5 2'ye vururum ben. Bir. Say. 5'e düşüyorum. Taşa işte. Təkər döysən, təmiz şeyə düşdün sən, o diskiyə.
Bayaqki Süleymanın eyni elədiyin təkrar elədim. 2 verdi sən. Şeyləri yaxşı. Orada 25 il. 45 2'ye bölü 25,5. Tam nasıl sağlıklı saklı 5 niyə? Bölməmiş yalandan nə deyirsən ki 27.5. 45'i ikiye böləndə- 25 ise 20 olmalı değil. Necə? Yani 20 25 yazıb da. 25 yazmış. 5 olmuş işte. Əgər. Əsəbləşmə lövhə nə işin olmasın? İndi Musa, bir dənə gözlə, onsuz bölərsən də. Qulaq as, 45 manat pulum var. Deyirəm yarı-yarıya bölən, dayan görüm 45 manat pulu yarı-yarı böl, kimsə də yarı-yarı düşsün. 22 saat əlqə. Mən bilirəm də bölmək. Mən prosta bizim yanı səhv olardan sonra. Həmsə də 22 manat 50 qəpik, 23 onda 5 vəsə. Pulda düzəlirsənsə vəsə, qorxuyor. 23 onda 5. Vəsə da, nə istəyirsən? Vəsə da görsən 12-dür. Niyə səndə? A çıx B bərabərdir 4, A topla B bərabərdir 12, A toplasan təmin istəməyəm. Nəyin kvadratı 4 edir? Yox, nəyin kvadratı 16 edir, 4 tapırsan, onsuz. Bunlar bərabər edir, bunlara. A çıx B-nin A topla B. Hə, Musa. Müəllim, orada 25 yazır. Bəli, 25 üstə cəmsi. Musanın 5-i belədir də. Mən gəlirəm Hə. deyəsən. Yo. Şey, İsmail. İsmail. İsmail qeydini götürmüsən? Lütfen yazılacağım. Hamı da Gəl onda. Gəl deməli. Budur Musa, qorxduğun sual bu idi, yaxşımı? Bəli. Sonra. Gəlirik indi. Deməli. Gəlirik indi 158. Musanın qorxduğu suallar işləyirik. Mesela ben de korkudur. Şəkillərə, narahat olma. Deməli. Bəli. Qorxma. Buyuraq. Deməli. Hə, baxaq. Birinci mətnə baxırıq. MNK'ye nədir? Nədir? Kvadratdır. Bax, ağ fiqur var ya, ağ rəng. O kvadratdır, yəni tərəflər bərabərdir. Yaz da. Taşınmadı. Yox, üstündə işte. Niyə çaşdırırsan? İndi 4 nəyin tərəfidir? İsmail, özün bax, mətnə bax sonra. MNK'nın tarafları 4'tür. Görsən yanlış deyirsən. Tərəfi də olur. Vergül var axı tərəfi. Vergül niyə baxmırsan? Tərəfi 4 olan ABCD kvadratının tərəflərinin orta nöqtələridir. Cümləni düzgün oxumaq lazımdır. 4 nəyin tərəfidir? ABCD'nin. Bəli. Bax o ABCD'nin tərəfi 4. İştiqlamış yerdə. Bəli, bütün böyük kvadrat. Bəli, 4. İndi ora sən ancaq yardımcısı bütöv 4 da bilirsən onu. K var 4 ortadan. DK nə qədər olacaq bəs DK? Get 4-ü düz DK-nın ortasına yaz. DK 2 olacak. 2 olacaq. Niyə görə? Çünkü yarı Tərəfin deyir ortasıdır. Bəli. Təpə nöqtə. Onda elə yaz da. 2-yə bölüb yaz. Ayırsın. 2 yaz getsin. Bəli. Bildin niyə 2 oldumsa? Bəli. Niyə görə? Yarıya bölürsən. Çünki orta nöqtəsidir ona görə. Bəli. İndi bizə rəngli hissəni istəyir, eləmi sahəsini? Uşaqlar, sizcə rəngli hissəni necə tapa bilərik? Mən deyim. Ümuminin sahəsində ağın sahəsini çıxırır. Ümuminin sahəsi yaz. Ağ rəngə çıxır. Ümumi deyəndə yaz S böyük da, eləmi? S böyük kvadrat bərabər nəyə hesablayırıq? Dayı oxu deyir. Ne yazdım? Bəli, bərabərdir nəyə? 4'ün kvadratına. Bəli, yəni 16. İndi S kiçik yazaq. Yəni kiçik kvadrat. Amma yaz. İndi qulaq, kiçik kvadratın tərəfini bilirsiniz siz? Bilmirsiniz. Nə qədər olacaq tərəfin? Kim baxıb deyər elə belə? Baxıb demək olur. 2. 4 8. olacaq. 8. Çünki orada bəzi şey fikir verirsiniz. 4 olacaq. 3 bucaqlar bir şey. Bəli, üç bucaqdan istifadə eləməlisiniz burada. Bax bu. Aa, çiçi. Bəli, görsən Aysel gedir.
Bax bu balaca üçbucağı görürsünüz. Düzgün. Necə üçbucaqdır? Beraber yani. Kvadrat 90-dır. 2 bura nə olur? 2 çeşitçi. 2 kök 2. 4. Hə, üçbucaqlı demişik, elə deyilmi? Əgər İsmail düzbucaqlı üçbucağımızın əgər bura 2, bura 2 isə bərabər yanlıdır da. Onda buralara nə qədər düşür? 45 düşür, elə deyilmi? Aynen öyle. Onda kart edə bərabərsə bura kök 2 misli olur həmişə. Onda 2 bura nə olur? 2 çeşitçi. Kök 2. 2 çeşitçinin kvadratı Gözlə desin də, özü hesablasın. Özü hesablasın. Hə, 2 kök 2-nin kvadratı da. Mən dedim də mən düz tapmışam 8. Yox, İsmail kiçik kvadratın tərəfi nə qədər oldu? 8. Kiçik kvadratın. Bəs lan ay, bu özü hesablasın. Kiçik kvadratın tərəfi 2 köşkü. Arası onun nəyə olmalı? Kvadratın sahəsinin tabanı neydir? Kvadratın sayəsində tapanda Bayağı neylədir? şey deməli 4'ü 4'e vurdun 16 elədi. Elə deyil, indi nə edəcəksən? 2 kök hatta 2. Vuracaqsan 2 kökdə 2. Yaz da 3 kök 2, vur 2 kök 2. Bəli. Vay, avrajda oldu. 2 kök 2, vur 2 kök 2. Məntiq yanlışdır. Bəli. Dərşə sundumsa, sən də məntiq dərşə. Hə, indi 2-ni 2-yə vur, birinci ədədə. Neçəyə yiyir? 4. Kök 2-ni kök 2-yə vuran neçəyə yiyir? Kök hatta 2. Yox, kökdə 4 da. Ondan nə çıxır? Köklərdən ona da 2 çıxır. Maalesef 2. Bəli. 8. O da 8. Bir də. İndi rəngi sizə nə qədər olacaq? Necəsən? 8'in kvadratı orada var. 8'in kvadratları. Yox, böyle yox. Yo yo. Böyükdən balacanın çıxanda rəng qalmır. Bəli. Böyük kvadratın içindən ağ kvadratı çıxsın, nə qalır yerdə? 8. Rəng qalır da, bəli. 8 yəni. S rəng bərabərdir. 8. 16 çıx 8. O deyir 8. Bəli, bu şəkildə. Ben Deməli, geldim. əyləş. Sırayla. Bunu yerə qeyd edin, Çiftə. qeydinizi götürək. Ya Qeydinizi da götürək. Məlim çıxabilirsən. su. Çıxabilirsən, yəni problem yox. Qeydinizi götürək. Düşürəm. Yanına. Düşürəm. Yox. Koy. Tamam. Seçem ben. Bir dənə istəsəm şey olur, təşkil. Mən O da səndə. mən Başka kim istiyor? Elə bildim təmiz istəsəm. Bu 4 Ha. almıyor her tarafı. Necə? Her Sen- tarafı. sen- Bəli, 4-dür. Yani 4 bucaq tərəfləri 4'dür. 4 burada 2 yazmışlar, öyle 8. Mən yazmışam. Hə, yarıya bölməklə. Bəli. Bəli. Birbaşa yazırsan da. Və birbaşa, bəli. Bəli, birbaşa dəyişdirsən. Daha izahlı formada işlədik. İndi silək. Bəli. Musa. şey yazdım. Kim var sırada? Süleyman sən gəldin mi? Gəlmişdim. Məhəmməd Əli. Birinci o idi, İsmail sonra. sən gəlməmsən. Video püskünə qalmasın. Bəs Muhammed Əli də axı mənə. Video püskünə qalmasın. Muhammed Əli də axı məndən Mən əvvəl. çıxsam video püskünə qalmasın. Deməli. 147 var orada. Neçə? 147. 147. Oydu. Oydu. En uzun işləyicisi nədir ki bu oyda yəni? Düzbücan sahəsi en uzunluq bərabər 192-də. N-nə x deyəcəksən, uzunluğuna deyəsən 3x. 3 vur 3x nə bərabərdir? 192. Kvadratı, o da bərabər. 3x vur 3x bərabər 192. 3x kvadratı bərabər 192. 192 bölü 83-ə 64. X kvadratı bərabər 64. X vur 8. Bura. Bura üçün qəşəng sual seçmiş. Göstermem. Gördüm yazamadım. Yok. 152. Qəşəng sual seçmiş. Bəli. Nə aydası, baydası var. Rahat Siz sual. ısrar edəcəksiniz. Həqiqətən rahat sual. Təsəvvür edirəm. Trafik sən sağlasın. Deməli. Ayəsi bir dənə ayəsi. Sual zahiri olmaz. Bir dənə. Allah. Qaydaya baxın. Ben buz kimi. Ayrıca trapezi çək. Sünmədi su. Yok kızmadı hiç. İsticari soydum. Seçdim. Hə. Afərin də qeyd elədim. Nə olar ki, o qeyd Ben elədim. qeyd Bir dənə qeyd elədim. A, B, C, D. Kan biraz necə bağda seç. Yəni çəkməyə ehtiyac yoxdur. Yəqin sizi yaxınlaşdırmış. 30, Eybi yox. 4-də. 5. Bəli. Çox sağ ol. Orada yazılanları çözdüm. Maşallah. Başqa bir şey söyleyeyim. Trapeziyada uşaqlar, sahədə nə lazımdır sənə? Mənə de görün. Sahədə.
A vur B. Bir də yox, hə A vur B, hə də hə A vur B. Yox, A topla B bölü 2 vur H. Yəni A neçədir? Sakit olun da. Müdaxilə eləməyin. 12. Yox, yox, A 3-dür, B-də A 5-dir. Nə yoxdur? Hündürlük. Hündürlük çəkir də. Görsən bucaq olan tərəfi qoyub keçir oradan çəkir. Qalsın. Sənə bucaq verir də boş-boşuna verməyib ki, onun yanından da çəkir hündürlüyü. Bəli. Bəli, 30-u təpəsindən qoy da. Sil 30-u biraz balaca yaz da. Gömlulaşdırımsan 30-u. Bəli. Bəli, inşallah. Bəli. Yazırım. Bəli, aferin sən. 30-u yaz. Bəli. Nə görürsən orada? Xahiş olunur heç kim müdaxilə eləməsin. Nə görürəm? Aha. Düz bucaq, düz bucaq. Aferin, sonra giriş dönəcək. Mənci işləyəcəksən. Düz deyirsən, sonra ondan əl çəkim, gözlə ora baxsın, hə. Bura 30-dur, Aha. bura 90-dır, burada 60-dır. Şu, bəli. Sonra istifadə və Sonra Aha. hə, bura Aha, hipotenuzdur. O ikincisi aha. burada yarısı olur onun. 6. Şurada bir şey, bəli. Hündürlüyü tapdım, bəli. İndi gəl sayəni tap, bəli, bəli, bəli. Süleyman almışlar sən. İşləyirəm. Aha, bəli, bəli. Bəli, boqqa verir. Bəli, mən daha bir şey tapdım, indi başımıza çıxır. Bəli. Deməli, Süleyman kimi çarpaz bulur, qəşəng orada. Altını ikiye alır. 9 vur 6'dır. Sonra 9 vur 6. O da eləyir. 30, 60. 3. O da eləyir. 63 değil. 56. Ben Gəlin dərsə tapışır, vurma cədvələ. 54. Daha değil. Hə, bu da bu. Anladınız mı? Çətin sual neydi? Görürsən ki, nə yoxdur səndə, oturacaqlar yerindədir, hündürlük yoxdur. Bu bucağı boş-boşuna verir. Düşün ki, şərtdə verilənlər heç vaxt artıq verilmir. Bucağı boş-boşuna verir. Bunun yanına bir hündürlük çəkirsən, 30-60 qaydası. Hipotenuzun yarısı da 30-un qabağı. 30-un da qabağı elə sənin hündürlüyün idi. Belə. Növbəti Bir de gəliyim. marka. Marka. Ondan sonra mən. Yok. Deməli. Sonra vuruyorum. Sonra yerim. Hə, deməli. Bir de beğeniyorum. Deməli. Mən. Gəldi, tərəvəzələrimiz var. Bunlar işləmişik. Yaxşı, 168. 168. yok. Süleyman da bundan sonra Deməli, buyur. sen. Silahı sənə təqdim edirəm. Sor söylesene. Hansı figurdan söhbət gedir? Nə olar danış da, hansı figurdan söhbət gedir? Paraleli. Paralelogram, Paralelogram. Paraleli. paraleli. Bir də de. Paralel. Nə deyirsən? Paralelogram. Paralel oqram. Oqramı xüsusi deyir uşaqlar. Çək bir dənə paralelogram. O nə o şeydir? Trapezler. Əyri düz bucağı. Ben yeni bir Əyri Əyri bucağı, düzdə əyilmiş. Öyle oldu bu. Yox ki, ayağı qoyursan üstünə, əyilmiş. Müəllim yeni bir söz əlavə etdi. Paralelogram. Sən barmağın bir yerə yapışanda bir fasilə verirsən, bu arda-arda niyə çəkirsən bunu? Əyilmiş düz uzaq çəkir. Stop. İndi bu yerə çək. Uzat. Yuxarıdakını uzat indi. Par. Hə. İndi görürsən biraz normallaşdı. Abıcı da qoy. Təpənə qırağı. Paralelogram özelliği. Bunu niye aldın koysun? Yaxşı deyil, yox. Görürsən, tərsindən çıxdı, yəni düz deyir. İndi 8 ora düşəcək, balaca tərəfi. AB 8 verir. Hə, ABC-dir. Ben B yazılsan. Eybi yox. Yaz, A öz tərəfindən Haydi başla. aşağıdan başla. Oradan- Eyzi oraya yazdım. Hayda. Kaç? Evet. Hə, heç nə yox, tez. Yaz. Ben kaynağı tevrimi. Hə. Lütfen B. Ya çevirində deyəcək yerində edir belə uşağı. Paralel oqram. Hə. Düz et, P değil mi? yazdı. A, B, C, D. Hə, A, B, S, aferin. P. Yaz uzunluqları, nə verir şərtdə yaz. Abi 8. Yaz. Sonra, hə. Sonra adı 12. Hündürlüğü seç de. Aferin. Hündürlüyü çək. Parası Hara çəksən hündürlüyü deyir? Adi tarafına.
İndi beni yuxarıdan çəkməlisən da, adıya hündürü B'dən. çəkməlisən. B'dən. B. Geri qayıt. Hündürü düz çəkilmir. Düz aşağı çək. Düz verin. B'dən aşağı. Dəhşət. 90 qoy ora. Hündürü də axı. Hündürü 90 dərəcə düz bucaq. Ora niyə qoysun? 90. Ay, Oy. daha gələcək. Mən çəkildiyi tərəfə qoy 90-ı. Bura. Hadi. Çəkildiyi tərəfə. Ayda belə qoydu 90. Düz qoy da düz bucaq. Kvadrat işarəsi. Kvadrat işarəsi. Bəli. Haş qoyundu. Qara. Hemen xəttin üstünə. Haş da hündürlüydü, bəli. İndi uşaqlar bizə nə deyir? AB-yə çəkilən hündürlük. AB haradır? Bura. AB oradır. Bəli. Hardan çəkəcək AB-yə hündürlük? Hansı təpədən? Deyir bura. CP'dən, D-dan. CD-dən də, hə, orada. Bəli. D təpəsi haradır? Oradan indi AB-yə bir dənə xətt çək. Ayda AB deyə ora. Ortaya çək. 8'e 8'e. Bura artıq açıq O da yarıya bölürüm. Yarıya bölürüm. Orada 90 qoy, hündürlüyü də da. Hə, o birləşən yerə, ora yox. O yol. Orada 90 8'in yanı, 8'in yanı. Hə, hə, ay Allah. Şükür. Orada X yaz. X. Çok bol. Gör hara yaz. Hara yaz. Sil. Məhəmməd Həsən oturmağı məsləhət. Çəkdiyin tərəfin üstünə. Bura. Hə. Bəli. Ora haşı vermişdi 6. O haşını da sil. Pozanla sil, ora 6 yaz. 6 8 yaz. 6 yaz. Bir Aa, dəfə bir danışar da uşaqlar. Ay sor. O 6 yaz. İndi uşaqlar, parallelogram sahəsi necə tapılır? Deyil. A topla B bölü 2. Yo, parallelogram. H1 vurulsun B bərabərdir H2 vurulsun A. Yəni tərəf öndürdə A haş. Bəli. Bəli. İndi Korkuyorum. Niye gülüyorlar? indi 12-yə çəkilən hündürlük nədir uşaqlar? Deyim. 6 da 6. 6 vurul 2. 8 ilə 7 yazıb. Bu parallelogram sahəsində 6 vurul 2. Beraber. X vur 8. Bərabər x vur 8. Bildiniz niyə görə uşaqlar? Bəli. Çünki ikisi də parallelogram sahəsidir da, bir-birinə bərabər olmalıdır. İndi 6 vur 12-yə. Sən ixtisar zət deməyim, aləm vuracaq bir-birinə. 6 vur 12-yə. 72. Afərin. Böyle bura böyle. X vur 8. X-i tapasın eləməsən. 72 bölüsün. Bəli, afərin. Tez ol, Məhəmmədən. Bəli, hesablaşma. Bəli. Şu, əyləş. Bizə onu istəyirdi. Anladı hər kəs? Qeyd edin. Bəli. Nəsə bu bilmirsən üçün. Sən şoka. Sən saxlayacaq. Mən gəleyim. Mənim sıra məndə. Deməli. Kim gəlməyib burada? Sıra Kimsə məndə. gəlməyib. Yox, Bəli, mən bəli. sırayla Ciddi. gedirik. Sırayla gedirik. Hə, yaxşısın. Aysel'dir. Deməli. Ayşe. Aysel gəl, onda belə gedir. Sonra Süleyman. Sonra Süleyman, sonra mən ha. Sonra Usad. Yaxşı. Deməli. Nasıl dele? Usad'dan sonra İsmail'dir. İsmail. Deməli. Hayda o. Demem 188. Yox, o rahatlıq. Bu 9. da Mən 9. Babamın bir də Bu tərəf nə qədərdir? 9. 9. Bura 9-dur. Bura nə qədər? 12. 9, 12 küfə bundan bunu tapırsan da. Ay, bir baş. Burası. Ya da geç onu tapırsan. Bu düzbucağın sahəsini istəyir. 9 vur 12 böl 2. Düzbucağı 3 bucaqda. Kateter alsın yarısına. Bizim misal işləmədi. Bəli, işləmək lazımdır. Bunu işləyəcəksin. Bakanda da korkuyorum. Demək, gəldik. Arkası işləyəcək yazılımızdan sonra. Hamısı, arxası falan yox, Araya arxası hamısı var. var. İçərisi bir işləmədiyiz, hamısı işləyir. Bəli. Recenziyum. Deməli. Sabaha ben. Deməli. Sabah şey yapsın. Yox, sabaha yox. Birinci günə. Bazardanızı. Deməli. Bəli. Gəl. Necə? Evet. Keç. Bəli. Orada cəbi qırıq çıxar. Ayda satı çıxar. Genel zuluklar. Ha, buraya. Asıl Bura bax, dörtə bax. Romb çəkirik. Bəli. Romb çəkirik. Sosan düşər. Buyur, Nuray, deyil. Bir dəqiqə.
Hə, hansı fiqurdan söhbət edir? Rom. Romdan. D1 topla D2 bərabərdir 42. 42. Tərəfi 15 olan oldu. Saat 10. Düşürürəm. Tutaq şu otaq. 21. Hı. Ay valla. Sahə elə tapılır. D1 topla D2 bölgü. D1 vur D2 bölgü. İndi qulaq as. Burada romb mövzusunda, rombun sahəsi mövzusu yox ha. Əvvəl dördbucaqlar keçmişik. Ben. Dördbucaqlar mövzusunda, yəni romb dərsində rombun bir xassəsi var idi. D1, D2 ilə bağlı. D1, D2 bir də tərəflə bağlı bir düstur var idi. D1-in kvadratı İşte D2'nin kvadratı. bərabərdir. Böl 2. Bərabər 4 vur A-nın kvadratı. Yaz sağda. Sağda yaz. Yarısı D1 kvadratı. yazılmadı. Yarısı yazılmadı. D1'in kvadratı üstə gəl D2'nin kvadratı. Bərabərdir 4 vur A-nın kvadratı. Bunu unutmayın. Bəli. İndi müxtəsərlə açırsan onun sol tərəfi. Bu provoy sahə düsturub da. Yox, bu tərəflə diaqonalın bir bərabərliyidir də. Tərəf diaqonal. İndi orada açsa müxtəsərlə. Orada. Deyir kvadratlar cəmini aç müxtəsərlə. Sən diaqonalları nəyin bilirsən? Cəmini. Onda plusla açacaqsan da, yox, az olur. Birinci mötərizənin içindəki plus olacaq. 2 yerin. 2 kvadratlar olacaq. 2AB, yəni D1, D2. Bərabərdir. 4 vur. Şey, 15'in kvadratı. Hə. Aha. Hə, sən onu da yerinə qoy da. Neçədir? 42'in Hə. kvadratı. Buna hesablayacaq. Görüşün Biraz kravatı. sonra olay deyim. Kvadrat. İstersen götürün ben buraya. Buyur. Hə. Hayır. Tamam. Siyasət çıxması var olur. Hə, yılmasın bir-bir o. Yo ben. Hacı, birdən birimizdə keçərdə xəstə. Hasta sen açma. Xəstə nə o, sağlam uşaq. Hə. 42 vur 42. Ben 4 gözüm silmişsin. 4 uzaklar silmişsin. Yox. Tapmadım yani. 4 bucaqlı. Hə, 4 bucaqlı. Var. Var. Göstərərəm axırda. Var. Hə. Ben satanım. Neyse. Hə, nə oldu? 42 vur 42 hesablamadın. Yok hemen onun hakkında. Bura neçə mənə var? Kapıya atacaqsan. Ay, Yox, hayır, məncə nə tapmayatır. YouTube-a girdim ki, video tapıb göstərir şagirdə ona görə. yox, baxacağım da. Baxacağım biz özümüz. Asılı YouTube-a. Mustafa bir de 1760. Misala bax, ha, Musa, onu sonra eləyərsən da. Sən gedişata baxmırsan axı. Artık böyle seni tapmamış. Ha. Çıxılsın 900, sağa atırsan. Şey, aşağıda var da. Onda çıxanda Burada 864. Rom kvadrat. Sola dur yazdan onlar biraz uşaqlar görsün. 864 bərabərdir. Rom kvadrat trapezinin hamısı burada. 9 bucağında, 4 bucağında burada. 4 İkiye bucaq da bölürsən. var aşağıda. D1, D2 bərabərdir. Taş 4 uzak. Gel bakalım. Taş Çok 4 zor yoktu, orada. Bu arada burada rom, kvadrat, düzbucağı, trapez. Paralelgram ayrıdır. Mesela burada rom var, kvadrat var, düzbucağı, trapez var ama bucağlarda. paralel... Yok ayrıdır. 4 uzak olan Biri burada. Ben bunu da Çok böyle bir uzak şeye da sahip ayrıdır. olmam. 4 uzak olan 216 Dörtbucağı da aşağılara getdi. Buralarda olmalıydı. Təminlər sistemi dörtbucaqlıdır, dörtbucaqlı mövzucu. Bəli, mən baxmışam. Paralelgram bunun içindədir, dörtbucaqlı olanı içərisində. Ya da yani o 432, 432 ilə bərabər. Çift dəqiqə var. 5-8 alınacaq. Bəli, düz yaz. Necə başlayır? Ben YouTube. D1, D2 bölgü. Anladınız mı? O düstur çox istifadə olunur. Bax o. D1-in kvadratı topla D2-in kvadratı bərabər 4 A-nın kvadratı. Yazdım. Romda. İndi Nuray. Hə. Süleyman. Bitti. Hepsi mikro deyil, Süleyman.
Buradan Nuray'dan başlayır. Niye? Sıra demedi, sıra demedi. Yox, mən bayaqda necə sırayla? Mən sıraya yazmayım, evet. Bu yadımdan çıxdı. Ben Süleyman'dır, ben birinci Süleyman. Süleyman, Nuray, Soşe, Qarşı olmasın bir ağzı gedər. Nuray. Yaxşı, ama sen bayaqda birliyi tapdın. Seni mi dəlim götür? Müəllim mənə sıraya qatmayın da olmaz. O tərəfə baxma. Sən sıraya qatmayın. Nəyə qataq? Ne şey olur, nəyə qatılır? Paralel olarak. Cəmat abunə əlindən çıxacaq. Paralel proqram. Hə, sildim. Az da ben değil. Birinci dedik ben. Ay, mənim özü yazanmır. Ha yok değil. Aa, düzdür, düz yazamırsan. Yox, Ay, demək. Sevmezsin. Ay, sildim. Uşaqlar məcbur oldu deyəcəksin. Paralel olarak. Hə. Deməli. Müəllim, Proqram yine paralel proqram məsələsi. Evet birinci. Bu necə? Bax, qulaq asın. Bunlar hamısı əvvəlki ümumiyyətlə bütün dördüncü dağına girin baxın. Bunun izahı var. Bunu baxır ikisini işləməlisən. Bunun izahını o gün o bir qrupuna çəkmişəm. Girin baxın. Bunun izahını sizlə yoxsa o bir qrupuna? Sizlə izah eləmişəm. Girin baxın, yüklənir. Deyəsən. Olmalı. Bunun izahını o bir qrupuna. Çəkmişəm, çəkmişəm. Çəkməmişsə mən də olarım. Baxacaq, baxacaq, bəlkə də yükləməmişəm. Burada O başa biri saldınız qrupla müəllim. şeydir. Aşağıda 190 8 yadı burada izah kimi elədiniz? Hə, bunu çəkməmişəm. Ha, ben izah eləmişsiniz burada. Verirəm çəkmişəm. Yo, video çəkməmişsiniz. Çayım istemem. Onu Çayım YouTube'da var da. Baxaram, Mənim yaxşı. bizim qrupla verirəm. nə çəkmisiniz, o da o biri qrupla çəkməmisiniz. Çəkməmisiniz. Yaxşı, amma mən də baxaram. Dərsdə izah eləmişsiniz. Yaxşı, yəni izah eləmişəm də bunları. Ben Nümrə kimi izah eləmişsiniz mən. İzah eləmişsiniz Nümrə kimi. Burada indi bunu deməmişdim. Məsələn dedim 190. 194-ü gedib işləməlisiniz də indi. Götür yadında qalmışsa işarə elə topluda. Bəli. Deməli, gəlirsən, asan düşürsən bəxtə. Bəli. Yəni, sən 191 gəlişdə. Eləmə də Asil. Ah, neynədir? Neyim ki, ayısı? Bizə. Təhdid edeyim. Bəli. Hə, hamılırlar işləyək də, asan sualı durub baxmayın. Siz yerdə işləməlisiniz. Olur belə. Gözləməyin, görün, Nurayna yazacaq. Müəllim Nurayna deyəcək. Bəli. Düzbucaqlı, düzbucaqlı. Düzbucaqlı, düzbucaqlı. Düzbucaqlı, düzbucaqlı. Hə, tez. Katedrallar biri 5. Aha. Bir tozla seçilmiş medyanı. Hı. 6.5 Aferin. verilmiş tutsal sahəsini hesablayın. Burada median olanda o hissəni eyni bərabər sayda, yəni Hə, yarıya bölür, tərəfi özünə bölür də, yəni ikisi eyni olur. Burada 6.5 düşür. Bax, bunu sən bildinsə sən halal. Mən istədim bunu biləsən. Bilirdim. Yaddasan, Musaha bilmirdi məsələn. Bilirdim mən. Qulaq Valla as. bilirdim mən. Düzbucaqlı çıxıcaqda hipotenuza çəkilən median həmişə hipotenuzun yarısı olur. Deməli bu median 6.5 isə hipotenuz 13 olmalıdır da, elə deyilmi? Onda o bir karteti tapdı. Oraya ümum 13'tü. İşarə elə. Allah, nə səviyyyə. Ondan ne kadar az aşağıdan kartet. Burada bir dəqiqə bu x-dir da. Bəli. X-in kvadratını topla. Kravatı. Məsəs. Asiye, hoşçasın da. 13 kvadrat. Zapsakız. İkisi de var, bunu oldu. İngiliz de okursun. 12'dir. İngiliz de okursun. Yok mu? Allah. Sahasız da. Hə. Ne uzadık yani. A topla B böl 2. Dayanalım. Beyin de al. Yaxşı gəlmişdim bura qədər. A topla bir bölücü. Oturacağım da bunu trafik. 30 gibi 30. S bərabərdir. 5 vur 12. Saçda bana sen. Aha. Bərabər. Bakın sana mesela Şu. vurma değil. Başlaşdınız? Bəli, bu da Mən bir dalga yapıyorum. Düzbucağın da bəzi xassdan bilmək lazım idi buradakı. Median, petonuza Bəli, o çəkəndə var. təkcə
Daha kartede çəkəndə yox ha, təkcə mediana çəkiləndə həmin medianın yarısı olmalıdır hər zaman, həmişə. Təkcə düz bucaqlı bucaq yox, düz bucaqlıya da aiddir. Yəni Çorbacı dedi, danışma bura. Düz bucaqlı yox, düz bucaqlıya aid. bəli, nə idi oradır? Hə, düz bucaqlıya aiddir də, bəli, düz edirlər. Deməli, dəşək. Deməli, gəlir indi növbə Süleymandadır. Buyur. Növbəti qurban Süleyman. Gəlir. Heç qurban deyildir mi? Əlbəttə, bəli. Düzdür, sağ ol. Deməli. 20 dəqiqə sən Yəni, düz. Bir də düş pərdəyə. Siz də işləyin. Qələm əlinizdə tez olur. Buyurun. Tez, bəli. Sən də orada Süleyman qələm nədir? Məhəmmədəli qələm götür təzdən qoy yerə. Mən başda yazma, şəkil çəkəcək olmasın. Bəli. Belə. Sən neynəməsən? Məqsədin nədir sən? Yuxarı çəkir. Hə? Yuxarı çəkmə dur. Hə. Bir də mənim senin qalmasın da. Hə. Orasını eləmirlər, qələmin ucu olur da. Bəli. İlk var ABD 60 dərəcə versə, burada da 60 dərəcə olmalıdır. Sucal çərəş qəşəng, kənarda. Hə, öyrəş çəkməyə. Hə. Yaz. Yazın. Hə. Süleyman, qələm tutmuşsan. Asan sual. Nuray niyə yazmırsan? Yazıram. Demə. Sonra bu işdə də bir daha. Qələmin başına bu qədər təzahürat olur. Niyə eləmirsən? Mümkün olur. Mən yerdən tapdım. Hə. Ümumiyyətlə 60. Mən bu 60 oldu, deməli. Bir bərabər. Bir olacaq. Deməli, orada bir dənə şey ver baxın. Nə yazırsan o? Verilənlər yaz da, nə verilirsə yaz. Bəli. Bunu Birisi. 90 dərəcə verməyib. Kim deyir o 90 deyir, sən kim dedi? Mən belə çəkmirəm. Şudur, əsəbləşmə. BD, AC, PPN, düzdür. İndi yerdən danışmayın. Bilirsən, özün işini göstər. Bilmirdim, sallan. Yazma, nə bilmirdi, görmürsən şərt. Şərt oxumursan. Özü verdə PPN quradır. Başda bucaqları yaz. Bucaqları yaz. Yaz da bir becin. Bir də də. Nəyi? Şərti ona nəyə götürdüsən? Amma şərt orada var. Götürməm deyildi, götürməm. Götürdü axı. Deməli. Ayda yazılıb da burada üstünə. Bilirəm, bilirəm. Belə də. Deyə. Dedim. Bucaqları yaz da. Bucaqları hə. O boşluğu doldur da. Hə, o birisini də doldur. 60. Bəli, şurada. Nə verir indi? Yaz da 10 haradır, nənlər, uşaqlar desin, özün yaz da, deyilsin. Bəli, 10 dənə beys oldu. sonra. Şu, Yox, ABD arası ondan sonra ABD dükkanın sayəsində. bəli. İstifadə elədi 30-60-dan, siz susun, özü işləsin. 30-60-dan istifadə elə. ABC sahibi istəyir. 30 dərəcəsə, bunun yarısı olur. Aha, Da 5 bəli, bəli. Düz biri Sonra, cavab verməyib. sonra. Kaç? 60-ın da qabağını tap. Hə, 60 deməli. Hı-hı. 60 sonra köftə 2 idi. Aşağıda verin. Sakit ol da, niyə müdaxilə edirsin? O özü bilsin ki, görsün, bilmir, gedib təkrar eləsin. 60-ın qabağı haradır? Onun yarısı olur ama 5. Qalan 60-ın qabağı hara olur? bura para. Hansı 60-a baxırsan? Bura bura. Ora niyə baxırsan? Sən hansı üç bucaqdır? 5 hansı üç bucağa aiddir? Bura sağ. Hə da. Sola baxın. İndi 60-ın qabağını tapdısan, həmin üç bucaqdır. Haradır 60-ın qabağı? Bura. Abisi qabağı mənim. Mən bitirdim. Bu 60 dərəcə bucağın qabağı buradır. Gedib buranı niyə göstərsən? Həm. Bunu bilirsən. Tap lan. Hə, deməli. Al orada. Sansı an deyirsən. Sahədə. Böyle. Hə. Oturacaq demirəm. 5 kök 3. Təkrar elə get bundan sonra. Tamam mənim. Yardım. Ha, orada 5 köküsü olur da. Bilmirsən niyə görə? Ay yarayım. Sən başdan bilməliydin ki, qulaq. Bura 30, bura da 30. Necə üç bucaqdır? Bərabər. Bərabər yandı. Bura 10-dursa, bura da 10-dur da. Eyni şeydir. Bura 5, bura 5 köküdür. Bilirəm. Üç bucağın sahəsincə tapılır. Altı bunu ver. Ya ağır var. AH Böyle. bölçü. S bərabər. Haşımız nə qədərdir? 5. 5. 5. Vur.
5-in çəkildiyi tərəf nə qədərdir? 5. 5 hansı tərəfə çəkilir? Şey. AC-yə. AC. AC nə qədərdir özü desin? Aa, 10 kökü. AC 10 kök 3 3. Hadi düzelt. Cavablar hesab. Tamam. Da yazdın? Ha, bir gəl baxırsan ki, yazdım. Bəli, əyləş. Bəli, əyləş. Deməli, İsmail. Yok ben. Gəl. Deməli. Hayır, o neydi? Deməli. Ne var? Deməli. Paralel yok. Size kravat taktım. Parlıyorum. Onu seçmeye başladım. 89 tez ol. Oo. Oo. Ay şey. Kravat Sual da taktım. şoka düşdü. Hə, Nalan. buyurun. Gözüm batı. Abi benim uşaq olsun kravatını tamam. Ben Gəl. İşləyək də. Nə çəkirik? Bizim zaten. Qələmə bu. 189 değil mi? 189 değil mi? Şu boşu. Deməli, aysə işləyən tez olur. Özün işləyə bilərsən. Sahası 48. Aa, bu ne demek? Hə, sahəsi 48. Hə, sahəsi 48. En uzunluğu 75 faiz. En nə qədərdir? 75 faiz. En, yo. En uzunluğu 75 idi. Uzunluğa bir dənə nə deyirsən? Bilmirsən, o x deyirsən. Uzunluğa bir dənə x deyirik. X sözdə. Uzunluğa bir x deyir. Oraya indi, oraya x daha. Uzunluğa x. Niyə çaşdırırsan? Qoy mən danışım da Nuray. Uzunluğa x yaz. Sil onu geri qayıt. Niyə görə uzunluğa x dedin? Bilmiyorum. Hə da, çünki həm də ki, n-ə deyə bilməzsən axı. Çünki n uzunluğun 75-dir. Uzunluq n-in 75 deyil axı. Eləmi? İndi n-ə nə deyəcəksən? X-in 75% necə tapılır? İsmail. Ədədin faizini tapanı nə edirlər? Eksi 75 bölü 100. Hə da, ədədi faizə yüzdə bölür. İndi n-ə yaz, x0 75 bölü 100. Sağa yaz da, nə olacaq? x0 75 bölü 100, bəli. Bu bizim nəyimizdir? Elimiz. Yenimiz. İxtisar apar orada, balacalaşdım biraz. 100 ilə 75-i neçə gedir? 25-ə apar geçsin. Bəli. O da 3x. Və salam. N 4-də 3x, uzunluq x. İndi sahə tapana nə edirlər? Nə edirsən daha bilmiyorum. Sahə tapana nə edirlər Aysma? A bölü B. Bəli, indi onlar bir-birinə vurub nə verə X biləcəksən? var. Bəli, x vur. X var. 3. Yazırsın Süleyman. Ben 8'e merhaba 1